Değerli gençler, igid gençler, güzel gençler, əziz Allahın xeyri, bərəkəti, salamı, afiyeti sizin və ailənizin, böyüklərinizin üzərinə olsun. Böyüklərin yolunu gözləyəcəyik, yollara dəyər verəcəyik. Gözəl gençlər, dəyərli gençlər, igidlik budur. Böyükləri dəyər verin ki, Allah da sizi böyütsün. Sizə xeyir, bərəkət, ruzi qapılar açsın. Onları həmişə sayğı ilə, sevgi ilə, dua ilə yad eləyin, haqlarını verin. Gözəl gençlər, biz nə edirik? Sizə yardım etmək istəyirik. Çünki sizinlə bir müəllim danışır, təcrübəli müəllim danışır. Hər gün oxuyan, öz üzərində işləyən, sizin böyümənizi, irəli getmənizi, inkişaf etmənizi istəyən, Azərbaycanı və insanlığın gələcəyi gəncliyə bağlıdır düşüncəsinə sahib olan. Sadəcə bu düşüncəyə sahib olan deyil, eyni zamanda bildiklərini onlarla paylaşan bir müəllim danışır. Və istəyirəm ki, bu təcrübədən istifadə edəsiniz. Mən hər zaman deyirəm ki, təcrübə pulsuz xəzinədir. Hazır, əmək vermədən götür, aç, istifadə elə. İstəyirik ki, siz özünüzü kəşf edib, özünüzü gerçəkləşdirəsiniz. Gözəl gençlər, indi bax, bunun üçün də 3 suala cavab veririk. Çünki inkişafın, özünü kəşfin, yeni əlaqələr qurmağın, siyasi, mədəni, mənəvi, sosial əlaqələr qurmağın, yəni özünü gerçəkləşdirməyin. Baxın, anlamlı həyat yaşamağın. Dəyərli gənclər, anlam belə bir şey deyil. Hardasa var, gedirsiniz, onu tapırsınız. Elə bir şey deyil. Anlamı yaradacaqsınız. Uğur kopyalana bilməz. Tutdunuz mu nə deyirəm? Deyirəm ki, anlam hazır bir şey deyil. Anlamı siz yaradacaqsınız. Anlamı sizin mücadiləniz yaradacaq. O mücadilənin sonunda siz o anlama qovuşacaqsınız. Uğur kopyalanan bir şey değil. Herkesin uğur yolu özüne aittir. Çünkü siz kopya değilsiniz ki başkasının hazır uğurunu götürüp özünüze kopyalasınız. Birine uygun olan size uygun olmayabilir. Birinin gittiği yol size uygun olmayabilir. Ama ne edeceğiz? İstifade edeceğiz ama kopyalamayacağız. Bakın istifade edin deyirəm. Təcrübədən, xəzinədən istifade edin deyirəm. Kopyalamayın amma. Biz bu dünyaya ancaq almağa gəlməmişik. Paylaşmağa, böyütməyə, dəyərlər ortaya qoymağa gəlmişik. Dəyərimiz xeyri çoğaltdığımız qədərdir. İndi 3 suala cavab veririk. Niyə görə bu 3 sual önəmlidir? Çünki inkişafın əsası buradadır. Özünü kəşfin əsası buradadır. Özünü gerçəkləşdirmənin əsası buradadır. Kök buradadır, qaynaq buradadır. Bunu tutduqsa, bunu anladıqsa, bunun haqqını verdiksə məsələnin yol açılacaq. Nə deyir? 1. Niyə oxumalıyıq? Bu oxumağın içində hər şey var. Ailə, bağça, məktəb, universitet. Belə düşünün. Sadəcə bir kitabı götürüb oxumaq demirəm mən. Oxumaq deyəndə bunun bütün yönləri nəzərdə tutur. Niyə oxumalıyıq? O suala cavab veririk. 2. Nəyi oxumalıyıq? Nələri oxumalıyıq? 3. Necə oxumalıyıq? Baxın, elə bir oxu olacaq ki bu, sizi sizə tanıdacaq. Sizi kəşf etməyə yönələcək. Elə bir oxu istəyirik. Yunus Emre'nin dediği kimidir? İlim bilmektir. İlim kendini bilmektir. Bakın kendini bilmek der Yunus. Yani Yunus Emre burada okumağın hedefini açıklıyor. Der ki okumağın, elimin hedefi seni sana tanıtmaktır. İlim bilmektir. İlim kendini bilmektir. İlim özünü bilmektir. Sen kendini bilmezsen bu nece okumaktır deyir. Yani senin aldığın təhsil, okuduğun kitaplar, senin verdiğin o gittiğin yol, təhsil, bağça, məktəb, universitet, ey gənclik, səni sənə tanıtmadısa o elm kimə lazımdır? O təhsil kimə lazımdır? Görün nə qədər gözəl ölçü verir. 800 il bundan qabaq. İlim bilməkdir, ilim kendini bilməkdir. Sen kendini bilmezsen bu necə oxumaqdır deyir. Biz de işimizi Allah sistemini oxunun üzərində qurub. O Allah'tan xeyir istəyirik, gözəl insanlar, bərəkət istəyirik, rəhmət istəyirik, inkişaf istəyirik. Allah deyir ki, ey insan, onun yolu oxudu. Allah oxuyana bərəkət verir. Ötən səfər dedim, IQ və istedat və ağıl sabit değildir. Daimi inkişafda olan bir şeydir. Eğer onun üzerinde çalışsanız o sizin yolunuzu açacak, büyüyecek yani.
Şeyx Nizami deyir ki, necə istedadlılar özlərində çalışmadılar, axırda saxsı satan oldular. Baxın nə deyir? İstedadlı idi deyir. Ancaq istedadına arxayın oldu, oxumadı, çalışmadı. Axırda o böyük istedaddan yaranan gənc nə oldu? Saxsı satan. Əmək bu qədər. Əmək IQ-nuzu böyüdər, istedadınızı böyüdər, ağlınızı böyüdər, iradənizi böyüdər, düşüncənizi böyüdər, imkanlarınızı artırar. Dəyərli gənclər, sevgili gənclər, bax indi bu oxu həm də bizə 4 şey deyir. Bu gün də onu açıqlayıram sizə. Deyir ki, sağlam bir həyata sahib ol. Maddi və mənəvi sağlamlığın 5 dənə əsasını öyrədir bizə oxu. Gözəl. Birinci deyir ki, bədəni sağlam həyat tərzin olsun. Sağlam həyat tərzinin əsasında 2 şeyi qoyur. Diqqət edin burasında. Yəni bədəniniz sağlam olsun. Çünki bədən sağlam olmayandan sonra insan heç bir başarı qazana bilməz. Təəssüf ki, müasir gənclərin bir çoxu doğru, düzgün bədəninə qulluq etməyi bacarmır. Yanlış şeylər yeyir. İndi bədəni sağlam tutmağın oxu bizə 2 şeydir. Deyir ki, biri hərəkətdir. Əl-hərəkatu bərəkatun. Hərəkət bərəkətdir. Hərəkətdə bərəkət var. Hərəkət səndən, bərəkət Allahdan. Bir də sağlam qidadır. Yəni, buraya yazıram istəyirəm. Siz yazmaq istəyirsinizmi sizdə? Baxın, yaddaşınız sizin nökəriniz deyil. Yazın, yazmağı sevin. Baxın, mənim barmağım bilmirəm, ömürdaşım deyər, görürsünüz burasını bax. Yazmaqdan, mən kompüterdə yazmıram, bu qələmlə yazıram. Bax, görürsünüz, şişib bura. Hər gün 3-4 səhifə yazıram ən azı. 50 səhifə oxuyuram, 3-4 səhifə yazıram. Bax. Örnek olsun deyə göstərirəm, tərif üçün göstərmirəm. Ona görə deyirəm, yazın. Bura yazırım, mən də bura yazırım. Birinci nədir? Sağlam həyatı. Oxu bizə nə öyrədir? Deyir ki, bədəniniz sağlam olsun. Sonra deyir ki, bədənin sağlamlığı 2 şeydir. Biri hərəkətli həyat, hər gün hərəkət edin. Gəzin yəni. 2 sağlam qidalarınız olsun. 2 deyir ki, ey insanlar, ey gənclər, ağlınız sağlam olsun, ağlınız diri olsun, canlı olsun, daimi inkişafda olsun. Bunun üçün ağlın üzərində inkişaf işləmək lazımdır. Baxın, ağlın üzərində inkişaf eləmək lazımdır. Ağıl da paslanır, ağıl da çürüyür, ağıl da ölür. Peki ağlın qidası nədir? Oxu deyir ki, ağlın qidası elmdir, təhsil də oxudur. Bax, hər gün bədənimizi nə ilə qidalandırırıq? Hərəkət, sağlam qida. Beynimizi sağlam elm, sağlam informasiya, sağlam bilgi, sağlam təhsil. 3. Oxu bizə deyir ki, qəlbinizə qida verin. Axı insan sadəcə bədəndən ibarət deyil. Axı insan sadəcə maddi varlıq deyil. İnsan həm də mənəvi varlıqdır. Baxın, onda qəlbimizi qidalandıracaq. Nə ilə? Baxın, iman qəlbin qidasıdır. Ümid qəlbin qidasıdır. Dua qəlbin qidasıdır. Qəlbinizi ac qoymayacaqsınız. Baxın, hamısını birləşdir. 4. Deyir ki, vicdanını qidalandır. Ey gənc, vicdanın qidası mərhəmətdir, gənclər. Mərhəmət. Mərhəmət 3 şeydir. Diqqət edin, mərhəmət. İnsanları fərq etmək. Mərhəmətə ehtiyacı olan bir insanın varlığını fərq etmək. Baxın, ağıl ayıq olanda, açıq olanda, oxumuş ağıl olanda, əlaqə quranda, diqqət edin, qarşıdakı insanı fərq edir ki, bunun bir şeyə ehtiyacı var. Birinci ölçü budur. 2, bundan bitmir. Mərhəmət budur. Ona qəlbini açır. Yəni onu indiki dillə deyilir empati. Yəni o özünü onun yerinə qoyur. Bundan da bitmir. 3, ona, o insana, o yardıma ehtiyacı olan insana yardım edir. 1, fərq edir. Bax, açıq beyin budur. Fərq etdi. 2, özünü onun yerinə qoydu. 3, ona yardım etdi. Bu üçü birləşəndə mərhəmət olur. Dəyərli valideynlər, gəncləri dinləmək mərhəmətdir. Gəncləri anlamaq mərhəmətdir. Özünü gənclərin yerinə qoymaq mərhəmətdir. Onlarla həmsöhbət olmaq, canı gönüldən, qəlbən, ruhən, sevərək, anlayaraq, bilərək, onlarla söhbətdaş olmaq. Mən yeni belə sözlər düzəltmişəm. Ömürdaş, kökdaş, söhbətdaş. İnşallah bu sözlərdə vətəndaşlıq hüququ qazanar. Baxın, nə dedim? Sağlam həyatın birincisi bədənlə bağlıdır. Yəni maddi yönümüzlə bağlıdır. Onun 2 dənə ölçüsü oldu. Bir nədir? Hərəkətli həyat, sağlam qida. 2, ağlın qidası, elm, təhsil, oxu. 3, qəlbin qidası nədir? Ümiddir. Duadır, imandır, tövhid inancıdır.
Allah'a bağlanmaktır. Neyle bağlanacağıq? La ilahe illallahla. Dördüncü ölçü nedir? Dördüncü ölçüde vicdandır. Vicdanınızın gıdası ne oldu? Merhamet olacak. Beşinci gıdaya da ihtiyacınız var. Bak bu gıdalar ki deyirəm ha, dördünü saydım. Bunlarına dikkat edin. Her gün deyirəm. Her gün bedeninizden meşgul olacaksınız. Her gün ağlınızdan meşgul olacaksınız. Her gün vicdanınıza gıda vereceksiniz. Her gün kalbinize gıda vereceksiniz. Bir de beşinci gıdada size para lazımdır. Pul kazanmak için her gün çalışacaksınız. Ki hiç kime mühtaç olmayasınız. 5 nimetin 5 gıdasını saydım. Oku bize bunu öğretir. 5 nimetin 5 gıdası ve her gün. 1. Bedenin gıdası beraberdir. Hareketli hayat sağlam gıda. Ağlın gıdası beraberdir. Elm, təhsil, oku. Kalbin gıdası beraberdir. İman, ümid, dua. Sayın gitsin. 4. Vicdanın gıdası merhamettir, şefkattir. Merhamet nedir onu açıkladım. 5. Sizin maddi ihtiyacınız var. Her gün pul kazanmalısınız. Bak bu 5 tane şart sizi başkalarının esaretinden kurtarır. Köleliğinden kurtarır. Bedeniniz dinç olar, rahat olar, ruhunuz dinç olar, ağlınız dinç olar. Özünüzü insan gibi hissedersiniz. Neyin hesabına? Okunun, elmin geldiği netice budur. Bize bunu öğretir. Elmin, inkişafın, keşfin yolu budur. Güzel gençler, değerli gençler. Beni dinlediğinize göre size teşekkür ederim. Sağ olun, var olun. Bize oku emriyle başlayan bir kitap gönderen aziz Allah'ın sonsuz, sınırsız merhametine emanet olun. Değerli gençler.